009 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Ünvan Tiflis şəhəri, Uşangi Çxeyci küçəsi 17. İçim gene geldi reklam koydursun. Yaz mövsümü işləri üçün Kirzalda 300 min liraya qədər agrokreditdən gəlirlərinizə uyğunlaşdırılmış ödəniş qrafiqi ilə yararlana bilərsiniz. 50 min liraya qədər məbləği isə girov təminatı olmadan əldə etmək mümkündür. Maliyyələşdirmədən kənd təsərrüfatı texnikasının alınması, inventarın yenilənməsi və ya zəruri aqroistehsal materialların əldə edilməsi üçün istifadə edilir. Kirzalda agrokredit təsərrüfatı üçün daha çox imkan. Əlaqə nömrəsi 032 202 20 20. თუ გაუკასოს ავტოდილერი ხარ, შენთვის სიახლე გვაქვს. მარნეულის საავტომობილო ტერმინალში უკვე შეგიძლიათ მომსახურების სააგენტოს ყველა სერვისით ისარგებლო, რაც მოიცავს ავტომობილის ადგილზე გაფორმებასა და რეექსპორტის გამარტივებულ პროცესს. ავტომობილის განთავსებას პორტიდან პირდაპირ მარნეულის ტერმინალზე 6 თვის ვადით უფასოდ შეძლება. თანაც ტრანზიტული ვადისათვის გარეშე. დეტალებისთვის დაგვიკავშირდი ნომერზე 032 255 11 55. Bir hayat hikayesi, sevinci, kederi, Mikrofon включить ve hayat tecrübesiyle dolu olan, təsirli ve ibretamiz bir hayat hikayesi. Her insanın özüne məxsus bir hayat hikayesi var. Müxtəlif həyat hekayələrini dinləmək üçün 96.9 tezliyində Manol Radyosunun canlı efirində Ubadə Muxtarovanın formatında çərşənbə axşamı saat 12:00-da dinləyə bilərsiniz. Salam hörmətli Radyo Manol dinləyiciləri. Sizi bugün yeniden mən Ubadə Muxtarova Radyo Manol'nin canlı efirində Bir Həyat Hekayəsi radyo proqramında salamlayıram əziz dinləyicilər. Bugünkü bizim çox gözəl bir qonağımız var və bizim qonağımız Xanım müğənni Əfsanə Enurovadır. Salam Əfsanə xanım, necəsiniz? Salam, hər vaxtınız xeyir olsun. Çox sağ olun ki, dəvətimi qəbul elədiniz, gəldiniz. Sizə təşəkkür edirəm ki, məni dəvət etdiyiniz üçün. Əfsanə xanım, biraz özünüzü dinləyicilərimizə təqdim edə bilərsinizmi? Əlbəttə ki, ilk öncə salamlayıram elə Radio Marnolinin bütün dinləyicilərini. Hər birinizə uğurlu və xoş gün arzulayıram. Dəvət etdiyinizə görə sizə təşəkkürümü bildirirəm. Mən Əfsanə Əminova 1990-cı ildə Azərbaycan Zaqatala rayonu Yolariş kəndində dünyaya göz açmışam. Zəhmətkeş bir ailədə dünyaya gəlmişəm. Çox gözəl. Çox gözəl, çox gözəl. Uşaqlığınız da yəqin orada keçib Bəli, elə? uşaqlığım da elə Zaqatala rayonunda, Yolariş kəndində. Bacı, qardaş? Bəli, ailədə 4 nəfər, yəni 2 bacı, 2 qardaşlar. Lap yaxşı. Bəli. Lap yaxşı. Bax, ailənizin sizin həyatınızda nə kimi rol olub? Ailə dəyərləri mənim üçün çox öndədir. Yəni, mənim üçün dünyanın heç bir şeyi dəyişilməz bir varlıqlardır. Ailəmin önəmi, ailənin fikirləri, ailəmin valideynlərim mənim üçün çox əzizdir, çox üstündür. Hər kəsə də ailə dəyərlərini qorumağı arzulayıram, tövsiyə edirəm. Çox sağ olun, lap yaxşı. Özünüz ailəlisiniz? Yox, sağ olun. Ev yox, qoyur. Allah özü yedirər. Həyatınızda dönüş nöqtəsi olan bir hekayə varmı? Hadisə, hekayə? Əslində çox keşməkeşli olub, yəni həyatda dönüş nöqtələrim, məsələn, dəfələrlə olub ki, müğənnilik addımlarını atmışam, geri dönüş olub. Ailədəki qadağalara görə, qardaşlarımın qadağalarına görə. Sonradan, bizdə belə idi də, o qədər xoş təkliflər alırdım, o qədər yəni dəvətlər alırdım, istər toylar olsun, istər səhnələr olsun. Hətta daha məşhur, daha yəni sənət insanlarından təkliflər almışam ki, bizdə bacı, indi əsasən mənə dəstək olan bacım olub, məndən böyük olduğu üçün hər zaman belə edir. Papa bilsə öldürəcək. Atamız bilsə öldürəcək, yox olmaz.
Elə hər zaman geriyə dönüş edirəm ki, yox olmasa. Elə günlərim də olub, nə yalan deyim ki, atamla gizlimlə toya getmişəm. Məncə bu bütün xanım müğənnilərdə olmuş ola bilər. Axırda risk etdim. Dedim atama, dedim ki, bəs belə bir şey, yəni dəvət alıram, belə bir təkliflər var, toyalara getmək istəyirəm. Sağ olsun, güvəndi. Sağ olsun. Yəqin ən böyük elə çətinlikləriniz də həyatında bunlar oldu. Yəni ki, müğənni, ailə, biraz qadağalar. Ümumiyyətlə, indiyə qədər məsələn də verdiyiniz ən önəmli qərar həyatınızda nə oldu? Ən önəmli qərar özüm olmaq. Özüm olmaqdan qorxmamaq. Öz addımlarından qorxmamaq və bu sahəni seçmək eləyərdim. Məncə insan sevdiyi sahəni, sevdiyi peşəni seçdikdə xoşbəxt ola bilər. Mən də buna görə xoşbəxtəm. Şərt deyil daha məşhur olun. Şərt odur ki, ən azında olduğum ortamda daha rahat hiss edim, daha xoşbəxt olun. Mənim üçün önəmli olan budur. O sevdiyimiz kütlə deyək də, qoy sevdiyi kütlənin içində hər zaman yaxşı insan olaraq qalım. Mənim həyatda devizim odur, yəni çox qazanmayım, az qazanım, amma yaxşı insan olaraq hər kəsin xatirinə qalım ki, qoy desinlər, buradan o birisi tərəfə keçəndə, ay nə yaxşı xanım idi, yaxşı insan idi. Düzdür, əsas odur. Məsələn, bax, müğənnilik sənətində əslində çox gözəl bir sənətdir. İlk, məsələn, sənin səhnəyə çıxışın yadındadırmı? İlk səhnə çıxışlarımın heç, belə deyim, məktəbdən başlamışıq. Məktəbdə heç vaxtı tədbirlər mənsiz keçməzdi. İndi tədbirlərimiz var, amma deyərdim ki, onda daha çox idi tədbirlərimiz. Bunun əlifba bayramlarından başlamışıq, yadımdadır, mahnılarımız falan. Ondan başlamışıq, həkim rolunda, həkim musiqisi ilə elə başlamışdıq. Belə Novruz bayramları, bunun yeni tədbirləri, digər özünüz üçün sinif tədbirləri, sonra rayon tədbirləri, belə başladıq. Lap yaxşı. Sizə ilham verən insanlar olub mu həyatınızda? Bəli, bacım olub. Yəni, bacımın rolu böyükdür o ilham vermək məsələsində. Çünki həm mənə güvənib, həm də gördüyü kimi, yəni, mənim arzularım, istəklərim budur. Əlbəttə ki, ailəm istərdi ki, başqa bir yöndə məni təhsil üçün. Bizdə də biraz prinsipli insanlarıq. Ya mənim dediyim olmalıdır, ya da olmamalıdır kimi. Mən də bu sahəni seçmişəm, ona görə çətinliklərə üzləşmişəm. Məncə seçiminizdən peşman deyilsiniz. Xeyr, peşman deyiləm. Əslində müğənnilik sənəti bilirsiniz, kənardan çox rahat görsənə bilər. Amma o qədər kənardan göstərdiyi kimi, göründüyü kimi rahat bir sənət deyil. Çətinliklərimiz çoxdur. İnsanlar pərdənin ön hissəsindəki ən gözəl görüntülərimizi görürlər. İnsanlara verdiyimiz pozitiv enerjidir, xoş musiqilərdir, rəqslərdir. Bunları görürlər, amma səhnənin geri tərəfində olan çətinlikləri, o hazırlanmaq prosesləri, gün ərzində çətinliklərimiz, yorğunluğumuz, yoxsuzluğumuz, onu görmürlər. Bəlkə də başqa bir sahəyə yönələ bilərdim. Hal-hazır ki, bu çətinlikləri mən onda dərk etsəydim, bilmirəm, seçərdimmi? Tərəfli qalıram. Həyatda ən çox dəyər verdiyiniz şey nədir? Həyatda insanların sağlığında insanlara dəyər verməyini sevirəm. Ədaləti sevirəm. Haqsızlığı əsla qəbul etmirəm. Diqqətsizliyi, hörmətsizliyi qəbul etmirəm. Mən hər zaman deyirəm. Deyirəm, hər kəs, üzr istəyirəm, məni sevməyə bilər. Hər kəs məni sevmək məcburiyyətində deyil. Bu istər mən olun, istər siz, istər digər insanlar. Amma hər kəs bizə hörmət etmək məcburiyyətindədir. Mən insanlardan həyatda yeganə, heç vaxt heç kimdən maddiyyat qarşılığında nəyisə gözləmirəm. Yeganə gözləntim hörmətdir.
İnsanlar insanlara hörmət etməyi bacarmaqda, böyük kiçik yerini bilməkdir, önəm verdiyim hissələr bunlardır. Çox böyük dəyərlər də var, yəni ki, həqiqətən də. Sizi ayaqda tutan əsas prinsip nədir? Güclü olmalım, hər zaman dürüst olmalım, sözümdən dönməməyim. Mənim üçün belə deyim, ikiyüzlülük, sözündən dönmək, bu mənim xarakterimdə yoxdur, mənim xasiyyətimdə deyil. Mən sevirəm, harada da olsam, sözümü deyim, sözümü heç vaxtı belə deyil də, Lord dedi, siz sözümü yeməyim. İstəyirəm ki, hər zaman sözümü deyim və sözümü tutum. Nəyin bahasına olur olsun, mən bir söz vermişəmsə də, əlbəttə ki, bu doğmalarımızın və ya özümüzün sağlığı kənar olaraq verdiyim sözü tutmaq sevirəm. Və qarşımdakı insanlardan, ətrafdan da bunu gözləyirəm. İstəyirəm, hər kəs sözünün sahibi olsun, sözünün kəsəri olsun, hər kəs də. Düzdür. Bax, belə bir sual verirəm sana, xanım. Məsələn, sizi müğənniliyə gətirən əsas məsələndə, yəni ki, bu içinizdəki öz istəyiniz olubmu, ya nə olubmu, məsələn, siz bunu, bu sənəti seçdiniz? Əslində, orasını bilirsiniz, mən uşaqlıqdan, bizdə atamızın da musiqiyə belə, bilirsiniz, məsələn, hal-hazırda yaşda böyük insandır, ağsaqqaldır, amma insan musiqi dinləməyi və savadlı musiqi dinləməyi sevir. Bəstəkar mahnılarını, xalq mahnılarını, bilmirəm onu nə üçün edirdim. Mənim bir dənə dəftərim var idi. Mən bütün günü atamla oturub suallar verirdim. Hansı müğənnilərimiz var? Onda daha məsələn, xalq artistlərimiz, Sara xanım, bunun Flora xanım, İlhamlı xanım, rəhmət eləsin, Allah rəhmət eləsin, dünyasını dəyişmiş sənətkarlarımızın adlarını yazırdım, hansı mahnıları oxuyurlar, hansı mahnıları üstünlük verirlər, onları yazırdım. Elə ilhamlandım, bilmirəm, televizora baxaraq, onların ifalarını eşidərək, onda hər zaman danışırdılar ki, məsələn, Zaqatala çox qonaqpərvərdir, insanlar var, çox qonaqpərvər ailələrimiz var və mən onu da vurğulayım ki, mən milliyyətcə də avaram. Bəli, bizim insanlar qonaqpərvər olduğu üçün sanki elə bil bütün xalq artistləri, bütün böyük sənətkarlar, Mirzə Babayev, Zeynəb xanımları, Flora Kərimova, onda bilirsiniz, deyir ki, bizim tütün iməciklərimiz var idi, barama iməciklərimiz var idi. Onlar hər zaman gəlirdi öz musiqiçiləri ilə gəlib konsert verməyə. Onda atamdan suallar alırdım, onda söhbətləşirdik ki, hansı müğənnilər gəlirdi, daha çox hansı müğənniləri sevirdiniz. Belə, sanki elə bil özümü bir də tapdım ki, müğənni olmaq istəyirəm. Çox gözəl, çox gözəl. Məsələn, belə bir sual deyim ki, ümumiyyətlə boş vaxtınız olur? Olanda, hə. Nə ilə məşğul olursunuz boş vaxtlarınızda? Sakitçiliklə özünüzünü gəzməyi sevirəm, nə yalan deyim. Boş oluram, boş vaxtlarını mən hər zaman sevirəm ki, gəzməyə. Təbiəti sevirsiniz. Bəli, çox hədsiz çox, çünki Zaqatalada sıx meşəli, çayları, dağları ilə yəni geniş sahəsi olan rayonumuzda hər zaman orada yəni bizim təbiətimiz dillərə dastandır, belə deyim. İnşallah ki, zaman gələr, yollarımız da açılar. Müəyyən səbəblərə görə yollarımız bağlıdır, inşallah. Buradan buradır, qonağımız olarsınız, tanış olarsınız Zaqatalarla. Çox sağ olun. Gələcək üçün hansı planlarınız var? Arzularınız, planlarınız? Var əslində gələcək planlarımız, deyilərək öncədir. Xeyirlisi Allahdan deyək. İnşallah yaxşı olar. Hər kəsə də tutduğu sahəsindən asılı olmayaraq uğurlar arzulayıram. Hər kəs öz arzularını çatsın inşallah. Bizim də var xırda bizlərimiz. İnşallah Allah izin verərsə
Tək ki Allah bizim doğmalarımızla, doğmalarımızın yoxluğu ilə, sağlığı ilə bizləri sınamasın. İnsana ilk öncə lazım olan şey can Can sağlığı. sağlığı, düzdür. Və bunu hər kəsə arzulayıram. Allah heç kəsi sınamasın sağlamlıqla. Düzdür. Tək ki sağlıq olsun. Düzdür. Yaxşı olar. Əsas İnşallah. sağlıq olsun. Bax, belə bir sual verim. Əslində, məsələn, siz özünüz də gəncsiniz. Amma ki, ümumiyyətlə, məsələn, bax, öz yaşıdlarınıza, sizdən gənc olanlara nə tövsiyə, nə sözün olardı, məsləhətin olardı? Belə deyim, tövsiyə də deməzdim belə tam böyüklük kimi çıxmasın. Hər kəs özünə məqsəd qoysun məncə. Gənclərimiz ailə qurmağa tələsməsinlər. Bir onu deyə bilərəm. Əvvəllər burada elə idi ki, ailə gənclər daha tez yaşda, daha erkən yaşda ailə qururdular. İndi görürəm ki, hər kəsin təhsilə marağı var. O qədər sevinirəm. Məsələn, bu Azərbaycanda daha çox təhsilə öncədən üstünlüyü var idi. Burada sanki onu biraz qadağalar var idi. Amma hal-hazırda mən artıq 5 ildir Gürcüstandayam. Onu da deyəcəm sizə. Gəldiyimdən bəri görürəm ki, hər kəs elə ali təhsil üçün can atır. İstər gənc oğlanlarımız olsun, istər gənc qızlarımız olsun. Hər kəs bir sahəni tutur, hər kəs bir yönə yönəlir. O qədər sevinirəm, deyirəm necə gözəl, ay maşallah. Hər kəsin uğurları bol olsun. İlk öncə sənətdir, ilk öncə təhsildir. Yox, təhsil almaq imkanı yoxdursa, hər kəs ümumən ali savadlı olmaq deyə bir şey yoxdur, diplom sahibi olmalıdır deyə bir şey yoxdur. Olsun sənət olsun, hər hansısa bir sənət olsun. Bu dərzlik ola bilər, əlbəttə müğənnilik də ola bilər. Məsələn, mən ali təhsilli deyiləm. Tutduğu sahəsindən asılı olmayaraq, məncə sənət sahibi olsun. Öz ayaqları üzərində dursunlar. Kimisə möhtac olmasınlar, hər zaman güclü olsunlar. Heç vaxtı burada yıxıldığım yerdə qalım söhbəti yoxdur. Qoy qalxsınlar, daha möhkəm qalxsınlar. Mən o qədər yıxılıb durmuşam, amma daha möhkəm durmuşam. Daha güclü olmuşam. O yıxılmağım mənə göstərir ki, sən güclü olmalısın, daha güclü olaq. İnşallah gənclərimiz də daha güclü olarlar. Uğurları daim olsun, bol olsun. İnşallah ki, tutduğu mövqeləri onları istədiyi arzularını çatdırır. Amin. Bəlkə sizin məsələn hansısa belə bir məsələn hekayəniz varmı ki, məsələn istəyirsiniz dinləyicilərlə bölüşəsiniz? Belə deyək də, hekayə çox səmimi ola bilər. Tam da hekayə də deməzdim. Biz pandemiyaya girdik. Biz 2 il qaldıq qapalı bir vəziyyətdə. Gürcüstanda bu hansısa bir yüngül qərarlar da ola bilərdi, daha qatı qərarlar da ola bilərdi. Azərbaycanda daha qatı idi demək olardı. Toylara qəti icazə yox idi. Onun üçün çox çətinliklər yaranırdı. Bizdə hər zaman əlimiz pula öyrəşən insanlar, hər zaman gəzməyə, dolaşmağa öyrəşən insanlar yetər qədər çətinliklərlə üzləşdik. Mən 2017-də ilk dəfə Tiflisə toya gəlmişəm. Bizim qonşudur ki, Qaval, Azərbaycanlılarımızın yaşadığı Laqadef rayonundaydı. Ora gəlirdim bəzən, amma Tiflisə o qədər gəlməmişdim. O qədər deyil də, heç gəlməmişdim demək olardı. Bizim belə bir doğmalarımız var. Əlbəttə ki, yenə də toy üzərindən tanış olmuşuq. İlk onlar məni dəvət ediblər. 2017-də Tiflisə toya gəlmişəm. Gəlirdim, tez-tez gedirdim Tiflis toylarına, hətta normal toylarına gəlmişəm. Ondan sonra pandemiya düşdü. Biz 2 il qaldıq evdə. Günlərin bir günü mənə bir SMS-ləndim. Mesaj gəldi ki, bəs sizi belə dəvət etmək istəyirik. Onda əslində başqa bir dəvət də var idi, Naxçıvana da dəvətim var idi. Orada da pandemiya yox idi. Burada isə pandemiya yüngülləşməyə başlamışdı və toylara hansısa bir cərimə ödəyərək toyları edirdilər. Bizdə heç o yox idi.
birbaşa cərimə və toy ləğv olunurdu. Avtomatik olaraq orada o qədər əziyyət çəkilib, ona baxmırdılar da. Amma burada bir gün elə oldu ki, toydayıq. Gəlmişəm, qərar verdim, Gürcüstana gəlməyə qərar verdim. Tanış oldum, çox gözəl insanlar. Təşəkkür edirəm hər birisinə. Gəldim, bir gün toydayıq. Restoranda deyil, kafe şəraitində toydu. Oturmuşuq, mən də çox özümü hələ ki yad hiss edirəm, hələ ki çəkinirəm, utanıram. Bilmirəm mən necə insanlarla üzləşdiyim ailələri bilə bilmirəm axı. Amma indi hamı ilə çox yaxınıq da. Gəldim, bir də gördüm ki, polislər gəlib düşündüm ki, Azərbaycanda bütün toy ləğv eləyərlər. Heç nə sakitcə eləyəsinlər çağırdılar. Dedilər ki, toy edirsiniz, cərimə yazıldı, toy edəcək davam. Baxa qaldı. Bizdə olsaydı yox, belə olmayacaqdı. Tam əksi olacaqdı. Belə-belə toylarımıza icazə verdilər. Mən artıq 5 ildir dediyim kimi Gürcüstandayım. İlk öncə bu insanlara, yəni çox dərin təşəkkürümü bildirirəm ki, heç vaxt mənə yadlıq hiss etdirməyiblər. Bu olsun Borçalı eli, bu olsun Qarayazı eli, istər Tiflis olsun, fərq etmir. Kimlərin toylarında olsam belə bir gün bir xanımlarla, bir ailələrlə tanış oluram və mənim üçün bu xoşdur. Hər kəsə bu səmimiliyə görə təşəkkürümü bildirirəm, bu doğmalığa görə təşəkkür edirəm. Çox məmnunum. Nasılıyam? Lap yaxşı. Lap yaxşı. Bizim üçün heç olmasa burada bir balaca nəsə oxuya bilərsinizmi? Yoxsa yox? Hazırsınız mı yoxsa yox? Verilişlərə çıxırlar, səhər verilişlərə. Səsim çox batıq. Sizlə danışmışdıq, axşam mən nə qədər iş görmüşəm. Bilirəm, Eyb yox, olmasa da olur, eyb yox yəni. Necə istəyirsiniz? Seçim sizin. Bizdə vətən müharibəsi oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhid ailələrinə Allahdan səbir dilərim. Qazilərimizə Allah can sağlığı versin. Bir daha heç vaxt biz bu müharibə ilə sınanmayaq, heç vaxt olmasın belə bir şeylər. Çox çətin bir dönəmlərdən keçmişik. O çətin dönəmlərdə insanların o qədər ilhamlandığı bir ifalar var idi. Bizdə Zaqatala rayonunda, bəlkə də eşitmisiniz, Məhəmməd Məmmədov var. Bizim Zaqatalanın dini, Avar millətinin milli aləti var, tambur. Bu sazla da, belə simli alətdir, sazla da müqayisə olunmur, əslində tarla da müqayisə olunmur. Fərqli bir alətdir, sadəcə olaraq ikisini var. Və onun üzərindən gözəl ifalar, onda Məhəmməd bəyin gözəl bir ifasıydı. Şöhrətim şanım mənim, vətənim canım mənim. Şöhrətim şanım mənim, vətənim canım mənim. Gözəlliklər məskənim, Azərbaycanım mənim. Gözəlliklər məskənim, Azərbaycanım mənim. Millətin nə fərqi var, talış ləzgiyə avar. Millətin nə fərqi var, talış ləzgiyə avar. Hamımızın bir yurdu var, o da Azərbaycandır. Hamımızın bir yurdu var, o da Azərbaycandır. Baxın, bu musiqi ilə o qədər əskərlərimiz rəqs edirdi, o qədər əskərlərimiz ilhamlanırdı. Müharibə şəraitində orada ya avardı, ləzgidi, çaxurdu, ingiloydu, talışdı. Heç bir fərqlənmirdi, hər kəs bir olub yumruq kimi vuruşurdu. Çox çətin bir dönümlərdən doğrudan da keçdik, bir daha olmasın. Hər kəsə də firavan, şən həyat arzulayıram əlbəttə ki. Amin, amin. Axırıncı belə bir sual verim sizə ki, Rəsanə xanım, bax geriyə dönsəydiniz, həyatınızda nəyi fərqli edərdiniz?
Bəlkə də müğənni olmazdım. Mən çox sevirəm dərzliyi. Bəlkə də modelyer dərzi olardım, modelyer olardım, dizayner olardım, fərqli yaratmağı çox sevərdim. Bəlkə də müğənni olmazdım, dizayner, modelyer olardım. Çünki sevirəm mən o sahəni və bir də onu da vurğulayam. Bəlkə də yaxşı make-up ustası olardım, makyaj ustası olardım. Çünki turalara gedəndə heç vaxtında salonlara getmirəm. Özün Bəli, özüm qazanıram. lap yaxşı, çox gözəl. Bu iki sahədən birini seçərdim. Aha, hə, lap yaxşı, lap yaxşı. Lap yaxşı. Çox sağ olun Əfsanə xanım, çox sağ olun. Yenə deyirəm, bir daha gəldiniz. Bu yorğun halınızla, bu necə deyim, yoğun, necə deyim, iş rejimi ilə yəni gəldiniz, dəvətimi qəbul elədiniz. Çox sağ olun. Bir daha sizə öz minnətdarlığımı bildirirəm. Çox sağ olun. Mən də sizə təşəkkürümü bildirirəm. Hər birinizə uğurlar arzulayıram. Öz sahəniz üzrə hər zaman uğurlarınız bol olsun, sayılı olsun. Biz də sevinək, hər kəsin uğuruna sevinirik. Elə biz sizlərin də uğuruna sevinək. Hər kəsin ailəsində gözəl günlər olsun, hər kəsin həyatında gözəl günlər olsun. Hər birinizə, bütün izləyicilərimizə, dinləyicilərimizə uğurlar arzulayaraq, can sağlığı arzulayaraq bir-birimizin qədrini bilək. Amin, amin. Çox sağ olun. Təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun. Əziz Radio Magnolia dinləyiciləri, bugünkü Bir Həyat Hekayəsi verilişimiz sona yetdi. Bugün bizim qonağımız müğənni, cavan müğənni Əfsanə xanım idi. Çox sağ olun, gələn verilişlərdə görüşənədək. Sağ olun, sağlıqla qalın.